rahmetullahi ve berekatuhu vel ikram. Allah'ın salamı olsun hər birinizə. Ta'limul lugha el-arabiyyetil cüz'ü thani. Biz bugün ərəb dilinin tədrisi ikinci hissə, cüz yəni hissədir. Tədris öyrənmə, ərəb dili ikinci hissə. El-dersul awwal. Birinci dərs. Hâzâ kitabu sadiqi. Bu dostumun kitabıdır. Hâzâl kitabu li sadiqi. Bu kitab dostumundur. Hâzâ kalamu sadiqi. Bu dostumun qələmidir. Hâzâ el-kalamu li sadiqi. Bu qələm dostumundur. Hâzâl kitabu kitabi. Bu kitab mənim kitabımdır. Hâzâl kitabu li. Bu kitab mənimdir. Hâzâ kitabu sadiqi. Bu dostumun kitabıdır. Burada belə izah eləyək sizə. Kitabu sadiqi. Dostumun kitabı xəbərdir. Xəbərin özü izafə ilə qurulub. Hâzâ el-kitabu li sadiqi. Bu kitab dostumundur. Burada xəbər Li sadiqi. dostumundur. Xəbər burada üçün, yəni ön şəkilçisi və Sadiqi. dostum sözündən ibarətdir. Hâzâ el-kalamu kalemi. Bu qələm mənim qələmimdir. Hâzâl kalamu li. Bu qələm mənimdir. Hâzâ kitabi ve hâzâ kitabuka. Bu mənim kitabımdır və bu sənin kitabındır. Hâzâ li ve hâzâ laka. Bu mənimdir və bu sənindir. Hâzâ kalemi ve hâzâ kalemuka. Bu mənim qələmimdir və bu sənin qələmindir. Hâzâ li ve hâzâ laka. Bu mənimdir və bu sənindir. Hâzihi saati ve hâzihi saatuka. Bu mənim saatımdır və bu sənin saatındır. Hâzihi li ve hâzihi laka. Bu mənimdir və bu sənindir. Hâzihi mahfazati ve hâzihi mahfazatuka. Bu mənim çantamdır və bu sənin çantandır. Hâzihi li ve hâzihi laka. Bu mənimdir və bu sənindir. Burada sizə bir dənə qrammatik izah verim. Bir dənə də belə qeyd edəyək ki, biz kitabın sözünü axırına iyi getirəndə olur kitabı, yəni mənim kitabım bu mənadır. Li də üçün idi. Li'nin də axırına iyi getirsək, olacaq li, olacaq mənimdir. Və bir dənə motivə biz kitab sözünə kə getirəndə olur kitabuka, yəni sənin kitabın. Əgər li ilə qoşsaq ona, olacaq laka. sənindir. Buna görə də biz həmin cümləni tezdən təkrar oxuyuruq. Hâzâ li ve hâzâ laka. Həmin bu cümlə mənası belədir. Bu mənimdir və bu sənindir kimi tərcümə olunur. Limen hâzâl kitabu. Bu kitab kimindir? Limen tilkes saatu. Bu saat kimindir? Limen zâlikel kalamu. O qələm kimindir? Limen hâzihil mahfazatu. Bu çanta kimindir? Limenil mulkul yevme. Bugün mülk, yəni hökmranlıq kimindir? Lillahil vahidil qahhar. Vahid, yəni tək və qəhhar olan Allaha məxsusdur. Kitabun. Hər hansı bir kitab, qeyri-müəyyən. Hâzâ kitabun. Bu kitabdır. Limen. Bu sual sözüdür. Kimindir? Kimin üçün? Yəni kimindir? Bu mənalarda gedir. Zâlike. Uzaqda olan kişi cinsi üçün müzəkkər əşyalar üçün istifadə olunur.
nümunə olaraq bunu verir. ذلك القلم O qələm. تلك Bu isə uzaqda olan qadın cinsi, yəni müənnəs əşyalar üçün istifadə olunur. Bu da nümunə. تلك الساعة O saat. كتابان İki kitab. هذان كتابان Bunlar iki kitabdır. قلم Qələm. هذا قلم Ne bilən qələmdən getirir söhbət. Bu qələmdir. قلمان İki qələm. هذان قلمان Bunlar iki qələmdir. يد Əl. هذه يد Bu əldir. يدان İki əl. هاتان يدان Bunlar iki əldir. Burada gördüyünüz nümunə isimlərin ikilik forması şəkilcisidir. Bunu da qeyd edirik ki, ərəb dilində bir əşyanın sayını iki olduğunu bildirmək üçün ayrıca iki sözünü istifadə etməyə ehtiyac yoxdur. Baxmayaraq ki, bu da mümkündür. Bunun əvəzinə ismin sonuna أن şəkilcisi əlavə olunur. Burada bir dənə nümunə verir sizə. كتاب Bu təkdir. Kitabı tək kitabı bildirir. كتابان İki kitab ikiliyi bildirir. قلم Tək qələm, قلمان iki qələm. Əvvəlki dərslərdə tək əşyalar üçün هذا bu mənasında, kişi cinsində və qadın cinsində هذه istifadə etməyi öyrəndik. Əgər işarə etdiyimiz əşya ikiliyi bildirən formadadırsa, işarə əvəzliyi də mütləq ikili formada olmalıdır. Nümunələri də burada göstəririk ki, baxın, هذا bu təkdir, bu isə هذان ikiliyi bildirir. Nümunə də burada budur. هذان كتابان Bunlar iki kitabdır. Qadın cinsində isə nə bunlar keçmişik? هذه Bu təkdə gedir. İkiliyi bildirəndə isə هاتان qadın cinsində budur. Nümunə də belə verək. هاتان يدان Bunlar iki əldir. عين Göz, yəni tək, bir dənə gözdən gedir söhbət. هذه عين Bu gözdür. عينان İki göz. هاتان عينان Bunlar iki gözdür. لي يدان Mənim iki əlim, وعينان iki gözüm, وأذنان iki qulağım, ورجلان iki baldırım وقدمان və iki pəncəm var. لي رأس واحد Mənim bir başım, ووجه واحد bir üzüm, وأنف واحد bir burnum, وفم واحد bir ağzım ولسان واحد və bir dilim var. ألك يدان Sənin iki əlin vardırmı? ألك عينان Sənin iki gözün vardırmı? ألك أذنان Sənin iki qulağın vardırmı? ألك رجلان Bu belə də demək olar. Sənin iki baldırın var. ألك رأسان ووجهان وأنفان وفمان Sənin iki başın, iki üzün, iki burnun və iki ağzın var. Biz isə indi lüğəti də oxuyaq. لي Üçün məxsus, aidiyyət bildirən qoşma. لي Mənim, mən şəxs əvəzliyinin qoşulmuş formasıdır. لك Sənin kişiyə aiddir. له Onun kişi cinsindədir. لمن Kimindir? هذان Bu ikisi kişi cinsindədir. تمرين الدرس الأول Birinci dərsin tapşırığı. Burada verilən yazıları
yazırsınız. Tapşırılan suallara cavab verirsiniz. Və nöqtələrin yerinə dondurursunuz, düzgün cavabı verirsiniz. Və sonda da bunu qeyd etmək istəyirik ki, درسنا اليوم هو هذا. تعلموا جميع الدروس السابقة جيدا لكي لا تواجهوا أي صعوبة في الدروس الجديدة المستقبلية. bugünkü dərsimiz budur. Gələcəkdəki yeni dərslərlə, çətinliklərlə üzləşməmək üçün bütün keçmiş dərsləri yaxşı öyrənin. والسلام عليكم ورحمة الله وبركاته.